Hər vaxtınız xeyir olsun. Çiyələk mürəbbəsini mən necə hazırlayıram, onu sizinlə də bölüşürəm. 3 kiloqram çiyələyə mən 2 kiloqram 700 qram şəkər tozu götürürəm. Çiyələyi hissə-hissə yığaraq üzərinə şəkər tozunu səpirəm. Mürəbbə bişirərkən çalışın ki, onun yeri geniş olsun. Yəni iri ləyənlərdən istifadə eləyin. Məsələn, məndə bu ləyən 5 kiloqram üçün nəzərdə tutulubdur, amma mən həmişə ondan 3 kiloqram hazırlayıram ki, meyvələr əzilməsin. Üzərini dəsmalla örtüb, sərin yerdə saxlayıram ki, öz suyunu buraxsın. Bu 5-6 saat da çəkə bilər, bəlkə də çox çəkə bilər. Suyu tam buraxdıqdan sonra qazın üzərinə qoyub gür odda bişirməyə başlayıram. Əvvəlcə ona qaşıq vurmaq olmaz. Şəkər tam əriyənə qədər ləyəni tərpədərək buna nəzarət edin. Şəkər tam əriyəndən sonra taxta qaşıqla yüngülcə qarışdıra bilərsiniz. Üzərinə yığılan kəfi də tez-tez yığın. 15-20 dəqiqədən sonra orta atəşdə qaynamağa davam etdirirəm. Yarım saatdan sonra suyun qatılığını yoxlayıram. Bir nəlbəkiyə sudan yığıb soyumağa buraxıram. Ondan bir damcı dırnağımın üzərinə salıram. Əgər axmırsa, demək hazırdır. Gülməli də olsa, mən həmişə belə yoxlayıram. Siz də bildiyiniz üsullardan istifadə edə bilərsiniz. Pişməyinə əmin olduqdan sonra, yəni suyunun qatılığını müəyyənləşdirəndən sonra bir xörək qaşığı limon suyu əlavə edib qarışdırıb 1-2 dəqiqədə qaynadıb qazı söndürürəm. Sonra onun üzərinə yığılan, yəni qalan digər kəfi də qaşığın arxa hissəsi ilə meyvələri ortaya doğru hərəkət etdirərək ortaya yığılan kəfi də səliqəli şəkildə yığıram. Mən cem və mürəbbələri isti-isti şüşə bankalara yığıb bankada soyuduqdan sonra qapağını örtürəm. Ancaq mürəbbə isə tam soyuduqdan sonra bankaya yığıb bağlayıram. Ona görə də üzərini örtüb soyumağını gözləyirəm. Tam soyuduqdan sonra sterilizə olunmuş quru şüşə bankalara yığıb bağlayıb sərin yerdə saxlayıram. Bəli, istədiyim nəticəni əldə etdim. Rəngi də qəşəngdir, çiyələklər də dən-dən qalıbdır. Hazırlayan hər kəsə nuş olsun.